Isidora Duncan 1877-ci ildə San Fransiskoda anadan olmuşdu. Isidora uşaq yaşlarından rəqs etməyi çox sevirdi. 1895-ci ildə Chicagoya gələn Isidora teatr və gecə klublarında rəqs edirdi. O şəffaf donda, ayaqyalın, dağınıq saçlarla, sadə, yüngül hərəkətlərlə rəqs edirdi. 1913-cü ildə Duncanın iki övladı dayı ilə birlikdə avtomobillə çaya düşüb həlak oldular. Duncan böyük stres yaşadı. 1921-ci ildə Duncan Moskvaya uşaqlara dərs deməyə gəldi. Sergey Yeseninlə sevgi yaşadı. Onlar evləndilər. Yesenin və Duncan Avropa və Amerika Birləşmiş Ştatlarını gəzdilər. 1924-cü ildə Duncan Rusiyanı Yeseninsiz tərk etdi. 1925-ci ildə Yesenin özünə qəsd etdi. Isidora'nın boynundakı şarf avtomobil təkərinə ilişdi və o 1927-ci ildə həlak oldu.